hal-hazırki dövrdə informasiya texnologiyaları çox sürətlə inkişaf edir və hər keçən gün yeniliklər, müvafiq tətbiqlər yaranır və təbii ki, süni intellektdə əsaslanan da platformalardan, proqramlardan istifadə insanlar üçün bir çox informasiyanın əldə olunması, aparılan işlərin daha çevik formada həll istiqamətində əlçatanlığı təmin edir. Təbii ki, biz bunu təhsilə inteqrasiya etdiyimiz zaman təhsildə də süni intellektin həm təhsil alanlar üçün, həm təhsil verənlər üçün uğurlu bir imkanlar açdığını gördük və deyək ki, müvafiq olaraq süni intellektin istifadə zamanı informasiya resursları daha genişdir. Bir məsələnin bir yox, bir neçə həlli yolu təqdim olunur. Daha asan və çevik formada tədris prosesinin təşkilini həyata keçirmək mümkündür və bu da onu deməyə əsas verir ki, biz qarşıdakı illərdə süni intellektdən istifadə etməklə təbii ki, şagirdlərin təhsil göstəricilərini, eyni zamanda təhsil verənlərin də pedaqoji qiymətləndirilməsini daha çevik formada həyata keçirə biləcək.